Salam izləyicilər. Maraqlı bir məsələ ilə tanış olacaqsınız. Birdən böyük A həqiqi ədədi aşağıdakı şərti ödəyir. A üstəgəl A-da 1 bərabərdir. Kök altında 7 üstəgəl kök 41 bölü 2. Üstəgəlinsin kök altında 7 çıx kök 41 bölü 2. A kubu çıxılsın 1 böl. A kubu bərabərdir. M üstəgəlinsin n vur kökdə 2. Burada M və n müsbət tam ədədlərdir. Yəni natural ədədlərdir. 10M plus n ifadəsinin qiymətini tapın. Məsələyə baxaq. Əvvəlcə burada biz A kubu çıx 1 böl A kubunu kublar fərqi düsturu ilə vuruqları ayıraq. Bərabərdir. A minus A-da 1 vurulsun. Birincinin kvadratı. Üstəgəl bunların hasili 1 eləyir. 1-i axıra yazarıq. Üstəgəl ikinci ifadənin kvadratı. Deməli biz bu da bərabərdir. M üstəgəl n kökdə 2. Yəni biz ifadənin qiymətini tapmaqdan ötürü bizə 2 məlumat lazımdır. 1. A çıx A-da 1-in qiymətini tapmaq. Bir də A kvadratı plus 1 bölü A kvadratının qiymətini tapmaq. Yəni bunları tapıb bir-birinə vurub eyniliklə bərabər M və N tapılır. İndi nə edək bundan ötürü? Yuxarıda verilmiş bərabərliyin hər tərəfin kvadrata yüksəldək. Yazaq. A plus A-da 1-in kvadratı bərabərdir. Kök altında 7 plus kök 41 böl 2'nin böl 2 plus kök altında 7 minus kök 41 böl 2. Bunun kvadratı. Muxtasar düsturuna görə açaq. Birincinin kvadratı üstəgəl bunların hasilinin 2 misli üstəgəl ikincinin kvadratı. Bərabərdir. Bunda açaq. Birincinin kvadratı eləyəcək 7 plus kök 41 böl 2. Üstəgəl ikincinin kvadratı 7 minus kök 41 böl 2. Üstəgəl bunların hasilinin 2 misli. 2 vurulsun kök altında. Bunların 2 mislini yazanda 2'ni 2'ye vuranda 4 eləyir. 7 plus kök 41'i de 7 minus kök 41'e vuranda kvadratlar fərqi düsturda alınır. 7'nin kvadratı çıxılsın kökdə 41'in kvadratı. Onda alınır A kvadratı plus 1 böl A kvadratı plus 2 bərabərdir. Burada kök 41'lər gedir. 7 ilə 7'ni topladıq 14. 14'ü 2'ye böləndə elə 7 qalır. Plus 2 kök altında. 7'nin kvadratı 49. Çıxılsın 41. 48 eləyir 8. 8 də 4'e böləndə 2. Onda bu ifadədən biz 2'ni çıxsaq. A kvadratı plus 1 böl A kvadratı bərabər olar 5 plus deməli 2 kökdə 2'ye. Artıq biz bu ikinci ifadənin qiymətini tapdıq burada. İndi qaldı bunun qiymətini tapmaq. A çıx A-da 1-in qiymətini tapmaq. Bunu tapmamışdan əvvəl bu ifadənin biz kvadratını tapaq. Yazaq ki A çıxılsın A-da 1-in kvadratı bərabərdir. Açaq. Birincinin kvadratı plus ikincinin kvadratı çıxılsın bunların hasilinin 2 misli. Bu da eləyəcək 5 üstəgəl 2 kökdə 2 çıxılsın 2 bərabərdir 3 plus 2 kökdə 2. A minus A-da 1'in kvadratı bərabərdir. Bu ifadə isə tam kvadrat bir ifadədir. Yəni kök 2 plus 1'in xaricində kvadratıdır. Bunda hər tərəfdən kök alsaq A minus A-da 1'in kvadrat A-da 1 bərabər olar plus minus bu ifadəyə. İndi məsələnin biz hansı qiymətini götürməliyik? Müsbət qiymətin yoxsa mənfi qiymətin? Məsələn şərtinə baxırıq yuxarıda. Şərtdə deyilir ki A 1'dən böyükdür. A 1'dən böyükdürsə 1'dən böyük ədəddən həmin ədədin tərsini çıxanda müsbət yəni ədəd qalar. Yəni A 1'dən böyükdürsə A böyükdür 1'dirsə A çıxılsın A-da 1 müsbət olar. Böyükdür 0 olar. O səbəbə görə biz burada bunun müsbət qiymətini götürürük. Yəni kök 2 plus 1 götürürük. Beləliklə artıq A minus A-da 1'in də qiyməti tapılıb. Kök 2 plus 1'dir. A kvadratı plus 1 bölü A kvadratının da qiyməti tapılıb. 5 plus kök 2'dir. İndi bunları qoyaq yerinə. Kök 2 plus 1 vurulsun. Deməli orada
5 plus 2 kök 2 plus da 1. Bu 1-i də əlavə eləsə görə eləyər 6 plus 2 kökdəki. Bərabərdir n plus n kökdəki. Vuraq açaq. Kök 2-ni 6-ya vuranda 6 kökdəki, kök 2-ni 2 kökdəkiyə vuranda 4, 1-i 6-ya vuranda 6, 1-i 2 kökdəkiyə vuranda 2 kökdəki. Bərabərdir n plus n kökdə 2. Buradan alınır ki, 10 üstə gəlinsin 8 kökdə 2 bərabərdir n plus n kökdə 2-yə. Demək ki, m-in qiyməti 8-dir, n-in qiyməti isə m-in qiyməti 10'dur. M-in qiyməti 10'dur. N-in qiyməti isə 8'dir. Bizdən də 10m plus n-i soruşur. Bu da eləyər 10 vur 10 plus 8, cavab 108.